На какие вопросы можно найти ответ в tексте? Mətndə hansı suallara cavab tapa bilərik? Dediyimiz kimi mətnimizdə Nizami rayonunun Keşli qəsəbəsində yerləşən Şah Abbas məscidi haqqında ətraflı məlumat verilir. Məscidin tikilməsi, qurulması, hansı memarlıq məktəbinə aid olan süsləmələr və bəzək əşyaları haqqında və orada yaradılan arkalı, yəni sütunlu, yəni tavan haqqında ətraflı məlumat verilir. Həmçinin 2023-cü ildə məsciddə böyük bir bərpa işlərinin görülməsi haqqında da ətraflı məlumat verilir. Mətndən irəli gələrək mətnimizdə cavabı olan suallar: Чем продолжают вдохновлять нынешнее поколение мечети? İkinci sualımız: Почему в мечети были проведены реставрационные работы? Və üçüncü sualımızda: В каком году мечеть Шаха Аббаса перестала действовать suallarının cavabını tapmaq olar.